Gəldik çatdıq mənzilə. Söhbət baxın bu mənzildən gedir. Tam dolu əşyalı, elektronika və mebel daxil. Görünən bütün əşyaları ilə birlikdə 2 otaqlı bir mənzil. Mənzildə bundan sonra artıq yaşamaq üçün əlavə 1 manat belə maddi vəsait sərf etməyə ehtiyac yoxdur. Bu gün alın, rahat şəkildə köçün yaşayın. Əlavə 1 manat belə maddi vəsait sərf etməyə ehtiyac yoxdur. Əsas giriş qapısıdır bura. Baxın, əsas giriş qapısı. Əsas qapıdan mənzilə daxil olduqda bizi bu formada dəhliz sahəsi qarşılayır. Dəhliz sahəsi ilə tanış olaq. Yataq otağından çəkilişə başlayaq. Yerləşmə yeri məkan olaraq çox əla bir yerdir. İcra hakimiyyətinə yaxın, Heydər Parkına yaxın məsafədə yerləşir. 11 nömrəli məktəbin tam olaraq yanında. Yeni istifadəyə verilmiş Xırdalan şəhərində 11 nömrəli məktəbin tam olaraq yanındadır. Binada qaz, su, işıq, bütün kommunallar fasiləsizdir. Eyvan sahəsi var, kiçik qazın sayğacı kombi aparatı quraşdırılıb. Xırdalıqlarla artıq gəldikdə tanış olarıq. Qiymət bu ev üçün 75.000 manat. 75.000 manat ev sahibi ilə qiymət təbii ki, danışıq əsnasında müzakirə edilə bilər. Xırdalan şəhərində yerləşir, Xırdalan şəhərində icra hakimiyyətinə yaxın. 11 nömrəli məktəbə yaxın, 11 nömrəli məktəbin tam olaraq yanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində, 5 mərtəbəli yeni tikili binanın 5-ci mərtəbəsi, 46 kvadrat, qiymət 75.000 manat. Sağ olun, salamat qalın.